Pensionerlər yaxın dursun, yaxın oturun. Əziz pensionerlər, xanımlar. Bilirsiniz ki, sizin pensiya yaşınız bu ildən artıq kişilərlə bərabər 65 yaşında pensiyaya çıxacaqsınız. Əvvəllər danışırdıq pensiya yaşının qalxması barədə, amma bildirim ki, bugün 65 yaşında bir qadın, bir bəy çıxmaq istəmir pensiyaya. Pensionerlər bugün işə davam edir. Çıxmaq istəsə nə qədər iş yerləri də azalar. Düzdür, deyirlər pensiya azdır, çıxaq neyniyək, amma indi pensiya yaşının qaldırılmasına da etiraz etməyək. Çünki hər kəs işləmək istəyir. Bugün artıq qadınlar, yəni biz əvvəlki dönəmin bir 20 il bundan qabaqki qadınlara baxanda, yəni 60 yaşından sonra qadınları biz başında şal, bir nənə kimi görürdük, amma bugün 60 yaşında qadın sarı saç, üz gözü düzəldilmiş, 40 yaşında bir cavan gəlinə oxşuyursa, əlbəttə ki, ümumiyyətlə düşünürəm elə bu yaş həddinin götürülməsi də normal olardı. Bugün o başşallı qadınlar, bunları ancaq bir rayon yerlərində görə bilirik, şəhərdə bunlar yoxdur. Yenə də Allah hamısının canını sağ eləsin, zamanı adamıyıq, əlbəttə ki, bilmək olmaz 10 il, 20 ildən sonra nələr olacaq, başımıza nələr gələcək, yaxşı və pis mənada. Uğur olsun, əsas odur, qazancımız olsun, dolanışığımız olsun, heç kimə möhtac qalmayaq.